Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Artıq DİM Sınavlar Toplusunun 3-cü sinif izahına başlayırıq. Gəlin suallara keçid eləyək. Deməli belə. Gördüyünüz kimi suallar artıq sizin qarşınızda açıldı və sualların izahına başlayaq. Deməli, bizə birinci test tapşırığında nə soruşur? Gəlin nəzər yetirək. Birinci sual sadə test tapşırığıdır. Bölmə belə deyim bu arada üçüncü bölmə litosfer mövzusu və relyeflə bağlı olan sual nümunələridir. Gəlin baxaq. Suxurların mütləq yaşı nə adlanır? Yəni mənası budur. Suxurun yatım arzulığına əsasən müəyyən edilən nisbi yaşdır. Suxurlarda daşlaşmış bitki və heyvan qalıqlarına görə müəyyən edilən bu da nisbi yaşdır. Amma suxurlardakı radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilən isə əlbəttə ki, mütləq yaşdır, laboratoriya şəraitinə təyin olunur. Keçmiş dövrlərdə iqlim şəraitinin öyrənilməsinə əsasən müəyyən edilir. Bu paleontologiya elmidir. Çəkmə suxuran qanununa əsasən müəyyən edilir. Bu da suxuran yatım ardıcılığına görə olduğu üçün deyəcəyik ki, nisbi yaş hesab olunacaq. 2. Sistemi tamamlayın. Paleozoiras dövrləri göz önünə alınır. Kembriydən sonra mütləq gəlməlidir Ordovik. Silurdan sonra gəlməlidir Devon. Devondan sonra gəlməlidir Daşkömür və sonda da Perim. Yəni doğru cavab Ordovik, Devon və Perim olacaq. Yəni Y variantı ikinci test tapşırılır. Üçüncü test tapşırığı kifayət qədər sadə bir test nümunəsidir. Kitabda bildiyiniz kimi geoteknik inkişafın 4 mərhələsi verilib. Birinci, ikinci mərhələ ilə bağlı olan xüsusiyyətlər yazılıb. Yer qabının böyük bir hissəsi enməyə başlayır. Bu aiddir geoteknik inkişafın birinci mərhələsinə A. Ondan sonra suxurlar qismən metamorfizləşir. O da yenə birinci mərhələ qismən metamorfizləşdiyi üçün birinci mərhələdir B. Və bir də Y. Təbii ki, burada görəcəksiniz. Dəniz özlərinin dibində qalın çökmə suxur toplanır. A, B, Y getdi birinci mərhələ. İkinci mərhələdə isə cavablar belədir. Yer qabının ayrı-ayrı hissələrində qalxmalar baş verir. C. Ondan sonra müvafiq olaraq biz yazıyıq. Çökmə suxur qatlarının parçalanması çoxlu sayda enmə və qalxmaların yaranması səbəb olur. D. Və son olaraq biz yazıyıq ki, çökmə suxurunun toplanması ilə yanaşı vulkanizm fəaliyyəti də artır. Bu da F. Düzgün cavab A, B, Y və C, D, F. Variant B bəndi hesab olundu. Üçüncü sualdır. Dördüncü test tapşırığına nəzər yetirir. Yoldaşlar cədvəli tamamlayın deyir. Gviyana yaylası siz bildiyiniz kimi Cənubi Amerika materikindədir və orada filiz faydalı qazıntılardan boksit ola bilər. Alüminium filizi. Və yoldaşlar, Şimali Amerikada dəmir filizi əlbəttə ki, Labrador yarımadasında çünki ora platformanın qalxan hissəsidir. Düzgün cavab A bəndidir. Yoldaşlar, birə biz Gviyana yaylası Hindistan yaza bilmərik. Hindistan yaza bilmərik. Birinci də Gviyana yaylası Avstraliya yaza bilmərik. Afrika yaza bilmərik. Ona görə də biz elə bunları atdıqda cavabın aldığını görə bilirdik. Beşinci sual sadə bir test nümunəsidir. Xəritə xəstəsinin geosinklin inkişafının üçüncü mərhələsi. Üçüncü mərhələ bilirsiniz, müasir geosinklinallara uyğun gəlir. O, sinklinal. Geosinklinal zonalar üçün biz yazıyıq ki, burada əsasən yaranıb cavan dağ sistemləri. Bu cavan dağ sistemlərinə bir Himalaya aiddir. Ondan sonra 6 biz burada Alp dağlarını deyə bilərik. Bir də 4 biz burada Ant dağlarını deyə bilərik. Yoldaşlar, sizlər bilirsiniz ki, 3 Appalat dağları olmaz, 5 Əjdaha dağları olmaz və 2 Mərkəzi Asiyada Tian-Şan, Altay, Sayan dağlarının olduğu bölgələrdə qədim qırışıqlıq hesab olunur. 1, 4, 6 düzgün cavabımız 5-ci sualda B bəndi hesab edildi. 6-cı test tapşırığına nəzər yetirilir yoldaşlar. Kimyəvi aşınmanın intensiv getdiyi əraziləri müəyyən edilir. Kimyəvi aşınma bilirsiniz ki, rütubətli hava şəraitində daha üstün olurdu. Quru iqlimlə malik olan yerlərdə isə fiziki aşınma gedirdi. Deməli, quru yerləri, Meksika əyalətini, Böyük Özəni və eyni zamanda bunları atdıqda cavab çıxır müvafiq olaraq 1, 4 və 6 və ya 1, 4, 5. 1, 4, 5 daha rütubətlidir. Çünki Somali yarımadası ekvatoriyala düşür. Orada yağıntıların mövsümlər üzrə paylanmasında fərq var. Ona görə də cavabımız 6-da olacaq Y bəndi. İl boyu yağıntı alan Yava və Malakka yarımadası ekvatoriyaldadır. Böyük Britaniya mülayim dənizdədir. 1, 4, 5 cavab Y bəndi 6-cı sualda. 7-ci test tapşırığına nəzər yetirir yoldaşlar. Azərbaycan ərazisi 8-9 balıq zəlzələ zonasına aid ərazilər. 8-9 balıq zəlzələ Azərbaycanda ən çox İranla 3 əsas region var idi. Bir Şamaxı, bir Gəncə ətrafı, bir də Qapıcı zirvəsi ətrafı. Doğru cavab A variantı hesab olunur. İkinci sual, xəritə xəstəsindən paleogen çöküntülərinin yayıldığı ərazilər. Paleogen üçüncü dövrə məxsus qədim vulkanogen suxurlardır. Qədim vulkanogen suxurlar. Bunların əsasən biz qeyd edəcəyik ki,
Talış dağlarında, bir də Zəngəzurda, yəni Naxçıvan dağlıq hissəsi 3-də və bir də Böyük Qafqazın cənub-şərq qurtaracağını dağlar şəklində. 1-3-6 variant E variantıdır. Yoldaşlar, 2-də Neogen töküntüləridir, 4-də Mezoin Yuradır, 5-də eyni zamanda Mezoin Yura və təbaşir töküntüləri yayılır. 1-3-6, 8-ci sualda cavab E variantı hesab olundu. Yoldaşlar, 9-cu test tapşırığı sadə test nümunəsidir. 3120 Naxçıvanda bilirsiniz, Küşü dağ zirvəsidir. Bu yerləşir Dərələyəz silsiləsi, Dərələyəz. Həmçinin 3724 bu Camışdağdır. Bu yerləşir yoldaşlar Murovdağ silsiləsi, Murovdağ. Və son olaraq 4243 bu yan silsilədə yerləşən Şahdağ zirvəsidir. Deməli, orada olacaq yan silsilə. Düzgün cavab Dərələyəz Murovdağ yan silsilə D variantı 9-cu test tapşırığıdır. Növbəti suala nəzər yetiririk. 10-cu sual xəritə sxemasının təknəvari dərələr və keçirmə konusu. Təknəvari dərələri buzlaq, keçirmə konusları çayları yaratdığı üçün burada Böyük Qafqazın yüksək dağlığı 1 olacaq təknəvari dərə. Keçirmə konusu Şirvan düzünün çayları olacaq 3. 1 və 3 variantına uyğun gəldiyi cavab B variantı hesab olunur. 4-də və 6-da buzlaq tipli relief formalar olmadığı üçün, yəni əsasən daha bölgələrdə daim buzlaqları yoxdur. 2-də çay şəbəkəsi seyrəkdir, alüvyal töküntü və 5-də alüvyal töküntü mövcud deyil. Cavabımız 1 və 3 variant B hesab edildi. 11-ci suala nəzər yetiririk. Yoldaşlar, doğru sıralары müəyyən edin. Mis əlbəttə ki, işarəsi doğrudur. Gədəbəydə Qaradağ mədəni düzdür. Neft təbii ki, doğrudur. İşarəsi Kürdəmirdə Mollakənd ola bilər. Və Kəlbəzərdə Ağyataq Şorbulaq Leftçay ola bilər. Təbii qaz Lerikdə ola bilməz. Dəmir filizi Daşkəsəndə ola bilər. Qızıl gözəl yoldaşlar Uzarda yoxdur. 4 və 6-lar olan cavabları biz atdıqda diqqətlə fikir versəz, cavabımız qalır 1, 3, 5 variant 11-də D bəndi. 12-ci suala nəzər yetiririk. Dönük zonalara uyğun gələn relyef aidlərini müəyyən edin. Ön Qafqaz çökməsi konkret olaraq aid idi. Şollar düzü və Samurda və Suallığı 1 və 3. Kiçik Qafqaz qalxmasına aid idi. Murovdağ silsəsi 2. Eyni zamanda Şahdağ silsəsi 4. Qocadağ Ənindüz zirvəsi 318 və Peştətər 5. Talış Beşkəsər Bulavar, Zəngəzur Dərələyəz, eyni zamanda Gülüstan Yaysı Ordubat düzləri bunlar aid idi. Müvafiq olaraq Kiçik Qafqaz qalxmasına 1, 3, 2, 4, 5 cavabımız oldu A bəndi. Növbəti sual keçid edirik yoldaşlar. Deməli belə. 13-cü test tapşırığına gəlin nəzər yetirək. 13-cü sual belədir. Sualda bizə deyir ki, doğru bəndləri müəyyən elə. Okean tipi relyef formalarına aid xüsusiyyətləri verib. Meyilliyi az, qalın sürtmə sularla örtülmüş sahədir. Buna biz əmrlədiyimiz bir materik dayazlığı. Materiklə okean yer qabığı arasında sərhəd təşkil edir. Bu materik hesab olunacaq. Səthi hamar olub okean dibinin əsas hissəsini tutur. O da olacaq ki, abiksal düzənliklər. Düzgün cavabımız oldu verilənlərdən. 13-də A bəndi. 14-ə baxırıq. Yoldaşlar, Qafqaz dağları və Balkan yarımadası bildiyiniz kimi Alp Himalay geoteknik qurşağıdır. Seysmik ərazilər söhbəti ortaq zəhətdir. Ən hündür zirvə sönmüş vulkandır. Əlbəttə ki, bu ortaq zəhət bu hesab olunur. Təbii ki, Qafqaz dağlarına Elbrus 5642. Əhəng daş sütunları ilə örtülüdür. Əhəng daş sütunları müvafiq olaraq bildiyiniz kimi həm Qafqaz dağlarında, həm də Balkan yarımadasında mövcuddur. Orada da Kars platosu var, 1-5. Ərazinin Kars platosu vardır, Balkan yarımadasında təbii ki, olacaq 4. Tit çökənin qallığı hesab olunan su hövzələrinin ətrafında yerləşir. Əlbəttə ki, biz buna belə deyək də deyəcəyik. Deməli, 1 saniyə 5. Orada bunu səhv yazdıq. 1 saniyə 5. Deməli, burada vəziyyətə fikir verək. Bir, Tet çökən qallığı hesab olunan əhəng daş sularla örtülmüşdür. Bu olacaq Balkan yarımadası. Ona görə də orada Kars platoları var. Tet çökənin qalıqları əlbəttə ki, Aralıq dənizi və müvafiq olaraq Xəzər dənizi hövzəsidir. Bu da ortaq zəhətdir 5. 2, 3, 4, 1, 5. 2, 3, 4, 1, 5 cavabımız oldu yoldaşlar 14-də B bəndi. 15-ci suala baxırıq. Kimmerik qırışıqlığına Kordillerin qayalı dağları, Verxoyan Kotalin dağları, Kulmun və Tibet yaylaları aiddir. Tezk ola bilər, Ural ola bilməz, Himalay ola bilməz, Altay ola bilməz. Cavab ya A ya da D qaldı. Alp qırışıqlığı tavan da olmalıdır. Böyük Şingana görə A da getdi. Cavabımız qaldı yoldaşlar D bəndi 15-ci sualda. İndi gəlin məntiqinə baxaq, doğrudan da düzdürmü? Karpat Alp qırışıqlığı tavan dağıdır. Hersində Appalat doğrudur, qədim dağdır. Cavabımız oldu 15-də D bəndi. Növbəti suala nəzər yetiririk yoldaşlar.
Al 16 Amazon ovalıqdır, Braziliya yayladır. Bildiyiniz kimi səthi hamar düzənlik alacaq. Amazon alüvyal mənşəli A. Biz mənşəli faydalı qazaq dəmir filiz və boksit görə Braziliya bilir. Geniş çay dərələrine malikdir, əlbəttə ki, geniş çay dərələri Amazondadır. Çünki o ovalıqdır və meandrlar var. Bu dünyanın ən bol su sayı buradadır. AD. Məsələn, generasyon relief formalarına rast gəlinir. Əlbəttə ki, bu şəkər başları da adlanır. Braziliyada Rio de Janeiro şəhəri yaxınlığında səthi alüvyal töküntülərdir. Çay töküntüləri Y, A, D, Y və B, D. Balansda düzgün cavabımız oldu yoldaşlar. Deməli, Y variantı. 17-ci test tapşırığına gəlin nəzər yetirək. Ümumi dağın hündürlüyü 3904-dür və A məntəqəsinin yerləşdiyi zirvə 3904-dən 784 metr aşağıdır. Yəni biz nə edəcəyik? 3904-dən çıxacaq 784 metri. Görək nə qədər alınır? Deməli 0, 1 və 3, 3120 metrdə bildiyiniz kimi Küküdağ zirvəsidir. Dərələyəzin ən hündür nöqtəsi. Küküdağ. Küküdağa da uyğun gəlir cavab yoldaşlar C variantı. Kızılırdı 2433, Dubrar 2205, Böyüküz 2725, Kəpəz 3066-na görə düzgün cavabımız oldu Küküdağ. Hərəkət istiqaməti yanlış göstərilmiş litosfer havaları belə ki, Makda Cənubi Amerika ilə toqquşmalıdır, bu belə gedir. Deməli, 3-də səhvliyi var. Şimali Avrasiya Afrika ilə toqquşmalıdır, 4-də səhvliyi var və Avrasiya şimal-şərqə doğru və üzr istəyirəm, cənub-şərqə doğru hərəkət etməlidir. Yəni, Şimali Amerika ilə toqquşmur, ikisini alınır. Deməli, 2-də səhvliyi var. 2, 3, 4 bizim Y variantımız hesab olundu. 1. Bəli, Sakit Avrasiya ilə toqquşur. Hindistan, Hind, Avstraliya, şimal-şərqə doğru hərəkət edir və Avrasiya ilə toqquşurlar. Doğru cavabımız oldu 18-də Y variantı. Çünki bizdən yanlış olanları soruşurdu. 19-a nəzər yetirək yoldaşlar. 19-cu test tapşırığına biz deyirik ki, Kordilyer dağı mərkəz hissəsi bir Kordilyer hissəyə bölünür. Şərq, mərkəz və qərb hissə. Qalı dağlar yoldaşlar bildiyi kimi şərq hissədədir, olmaz. Böyük Övzə əyaləti, Colorado platosu, Meksika əyaləti 19-da B variantı düzgün cavabdır. Meksika əyaləti düzdür, Sierra Madre şərik oladı və şərq hissələr də var. Böyük Övzə doğrudur. Sierra Madre burada yanlışdır və eyni zamanda Colorado platosu, Meksika əyaləti, Kaskad dağları yanlışdır. Bu qərb hissədədir. Cavabımız B bəndi hesab olunur. Yoldaşlar, 20-ci test tapşırığı Cənubi Amerika relyefində əsas olaraq verilir ki, Boliviya və Çili sərhədində 20 zərbə enliyindən sonra tropiklər arası məsafə artır və orada quraqlığa özümlü bitkilərin yayıldığı Altiplano adlı ərazilər var. Doğru cavabımız D variantıdır. Ant dağlarında yerləşir, quraqlığa damlı bitkilərlə örtülür. Variant Y. Yoldaşlar, antiklonal və sinklonal relyef formaları geosinklinalda baş vermiş qalxma və enmələr olduğu üçün geosinklinal ərazini seçməliyik. Geosinklinal ərazi isə burada yeganə tavan dağ sistemi olan Atlas dağlarındadır. 21-in doğru cavabı C variantı bulunur. Növbəti test tapşırığına keçid edirik. Mişi sxemi tamamlayın deyir. Filiz faydalı qazıntı, mis dəmir doğrudur, alüminium mis doğrudur, qızıl mis doğrudur, dəmir civə doğrudur, qalay uran doğrudur. Bunlar filizlərdir. Burada qaydasındadır. Afrikada mit baxsaq harda olmalıdır? Kongo Demokratik Respublikası düzdür. Və 2. Dəmir filizi harda olmalıdır? Braziliya doğrudur. Deməli, düzgün cavab nədir? A. B-də nədir problem? Alüminium mislərdə yoxdur. Mis Boliviyada yoxdur. Peru və Çilidədir. Deməli, qızıl Mərakeşdə yoxdur. Dəmir Zambiyada qismən olsa da əlbəttə ki, B2 və Argentina yanlışdır. Qalay əlbəttə ki, Efiopiyada mövcud deyil. Ona görə də cavabımız oldu 22-də A bəndi. 23-cü suala nəzər yetirdi. Yoldaşlar, bu açıq sualdır, nümunəsidir. Sıxıntı işarələnmiş ərazi bura hesab olunur böyük düzənliyi. Burada hesab olunur La Plata ovalığı. Yoldaşlar, hər iki denodasyon yox akkumulyativdilər. Alüvyaldılar, bəli, Amur Xanxə və Yansızı bir də Parana sayına görə. Bunların toplanmaq nəticəsində yaranırlar. Alüvyal mənşəlidirlər 3. Yerləşiklər ki, ən böyük düzənliyi ola bilməzlər. Çünki burada tərbiyəsi bir vəlayiət səsi etmiş tərəfdən sabit ərazilərdir. Bəli, bura platforma sahələridir. Düzgün cavab 2, 3, 5 hesab olundu. Yoldaşlar, silsilələrə baxdıqda Azərbaycan silsilə dediyi üçün Şahdağı zirvə ilə təfs almaq lazım deyil. Silsilə baxımdan ən altta olacaq Ləngəbiz 2. Ləngəbizdən sonra biz qeyd edəcəyik yoldaşlar Qarabağ silsiləsi, yəni Böyük Kirs 1725, sonra Şahdağ Qozadağ zirvəsinə görə 4 və sonunda Murovdağ Camışdağa görə 1724-ə görə 1. 2, 3, 4, 1. Bu oldu hündürlüklərin artmasına görə sıralanışı. Düzgün cavab 2, 3, 4, 1 hesab olundu. 25. Şimali Avropa bildiyiniz kimi burada ən hündür zirvə Skandinaviyada qalxıb Pekin dağıdır. 1. Tavan dağlar üstünü təşkil edir Cənubi Avropaya aiddir. Fjord tipli sahillər Skandinaviyada Norveçdədir. 1, 3.
Sualda yüksəklik Şərqi Avropadır. Əvvəllər dəniz bəyazı olmuş polderlər Orta Avropadır. Cavab 1 və 3 hesab olmayacaq 25-ci sual. 26-cı test tapşırığına bir yerdə diqqət edək. Burada bizə seysmik zonada yerləşən yaylaları soruşur. Alp-Himalay geosink zonunda Anadolu 1, Qərbi Avstraliya platformadır, Tibet Afrika platformadır, Orta Sibir Asiya platformadır. Kordilleran geosink zonunda Meksika və Kolorado. 1, 4 və 6 bizim düzgün cavabımız. Yoldaşlar, Pinatubo vulkanı bilirsiniz ki, Fluid Güney Mahsus Vulkan adasındadır. 1'e A, Fluid ve Kafkazı Kamçatka Yarımadasındadır. 2'ye Y, Etna vulkanı Sicilya adasındadır. 3'e de doğru cevap A, Y ve B. 27-ci sualda. 28 gəlin nəzərə yetirək. Sualda bizə deyir ki, Azərbaycan ərazisində ən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazilərdə aşkar edilmişdir. Onların yaşı 400-450 milyon ildən çoxdur. Bizə ən qədim süxur Paleozoy erasıdır. Paleozoy erasında da bizdə bir alt paleozoya məxsus Embri, Ordovik və Silur, bir də üst paleozoya məxsus süxurlar var. Devon, Daşkömür və Perm formasında yayılır. Mətndə vermiş süxurların aid olduğu geoloji era bunun adı olsa Paleozoy. Paleozoy era süxurları tektonik son olaraq məxsusdur. Əlbəttə ki, biz deyəcəyik, deməli, tektonik son olaraq məxsusdur. Dik, Qafqaz, tektonik qalxması. Qafqaz, tektonik qalxması. Bu 28-ci sualın cavabı. 29-da isə bizə deyir ki, mətndə verilmiş sual hansı ərazi yayılır? Ən azı, deməli, biz buraya yazarıq Zəyəmçay hövzəsi, Zəyəmçay. Eyni zamanda yaza bilərik Buludçay hövzəsi, Sədərək qalxması, Sədərək qalxması, Dərələyəz silsiləsi, Dərələyəz silsiləsi. Bunlar. Və 30-da xəritə istiqamətlə mətnində verilmiş süxurların yayıldığı məntəqələr, yoldaşlar, alt paleozoy və üst paleozoy texnikləri 2-də, 9-da Zəyəmçay və Dərələyəzin Sədərək qalxmasındadır. 6-da paleogendir, 4-də neogendir, 1 və 3-də isə mezozoin Yura çöküntüləridir. Cavab 2 və 5. 2 və 5. Yoldaşlar, nisbətən sadə hesab qırıqları olduğu üçün sürətli şəkildə izah eləməyə çalışdıq. Diqqətiniz üçün sağ olun, hələlik.